Azərbaycanın mərkəzi və şərqi Avropa ölkələri ilə münasibətlərində Macarıstanla əməkdaşlıq xüsusi yer tutur. 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında duran ölkələrdən biri də Macarıstan oldu. Bugün Macarıstan şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa quruculuq prosesində fəal iştirak edir. Rəsmi Budapeşt eyni zamanda mina təmizləmə fəaliyyətinə dəstək məqsədi ilə ölkəmizə 25 min avro ianə ayırıb. Prezident İlham Əliyevin 20 may 2025-ci il tarixində Macarıstanın baş naziri Viktor Orbanın dəvəti ilə Macarıstana səfəri reallaşdı. Prezident İlham Əliyevin Macarıstanın baş naziri Viktor Orban ilə məhdud və geniş tərkibdə görüşü oldu. Daha sonra Prezident İlham Əliyev və baş nazir Viktor Orban mətbuata bəyanatlara çıxış etdilər. Viktor Orban bildirdi ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə, diplomatiyada, neft-qaz sənayesində və digər sahələrdə üzləşdiyi istənilən çətinlik zamanı həmişə Prezident İlham Əliyev bizim yanımızda olub. O, eyni zamanda Macarıstanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu xüsusi vurğulayaraq bunun təkcə iqtisadi baxımdan deyil, sırf mənəvi baxımdan da vacib olduğunu, bu dostluq sayəsində Macarıstanın daha az mürəkkəb vəziyyətdə olduğunu bildirdi. Prezident İlham Əliyev isə çıxışında qeyd etdi ki, biz Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik. Bizim qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir. Yeni qaz yataqları istismara veriləcək. Mayın 21-də ilk dəfə olaraq Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü müşahidəçi ölkənin, Macarıstanın ev sahibliyində keçirildi. Şərq və Qərbin görüş nöqtəsi şüarı altında baş tutan görüş, mahiyyət etibarilə Türk Dövlətləri Təşkilatının məqsədinin, gələcək hədəfinin Şərq və Qərb arasında körpü rolunu oynamaqdan ibarət olduğunu göstərir. Görüşdə çıxış edən Prezident İlham Əliyev bu il Azərbaycanın Türk Dövlətləri Təşkilatının rəsmi zirvə görüşünə ev sahibliyi edəcəyini bəyan etdi. Azərbaycanın Türk Dövlətləri Təşkilatının işinə töhfələrindən danışan dövlət başçısı bildirdi ki, Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Qeyri-rəsmi zirvə görüşündə 71 bənddən ibarət bəyannamə imzalandı. Türk Dövlətləri Təşkilatında müşahidəçi dövlət olaraq belə bir tədbirə ev sahibliyi etməsi Macarıstanın təşkilat çərçivəsində əlaqələrə böyük əhəmiyyət verdiyini sübut edir. Bu tədbir Macarıstanın Türk dövlətləri ilə hərtərəfli əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunun göstəricisidir. Azərbaycan-Macarıstan əlaqələri həm Türk Dövlətləri Təşkilatı daxilində, həm də ayrı-ayrılıqda mehriban dostluğa, etibarlı tərəfdaşlıq münasibətlərinə söykənir. Dövlət başçımızın bu səfəri iki ölkə arasında əməkdaşlığa töhfə verəcək, dostluq münasibətlərini daha da möhkəmləndirəcək. Eyni zamanda Macarıstanın təşəbbüsü ilə baş tutan qeyri-rəsmi zirvə görüşü Avropa və Asiyanı əhatə edən, böyük iqtisadi və siyasi potensiala sahib olan Türk dövlətlərinin inteqrasiyasının daha da güclənməsinə, sıx əməkdaşlıq əlaqələrinin genişlənməsinə gətirib çıxaracaq.